Salam və xoş gördük. Bugün danışacağımız mövzu yuxuda qarışqa görməkdir. Qarışqa yuxularda çox maraqlı və dərin mənalar daşıyan simvollardan biridir. Çünki qarışqa gündəlik həyatda zəhmətkeşlik, nizam, intizam, səbir və birlik rəmzi kimi tanınır. Buna görə də yuxuda qarışqa görmək çox zaman insanın həyatı, işi, ailə münasibətləri və gələcək planları ilə əlaqəli yozulur. Ümumiyyətlə, yuxuda qarışqa görmək insanın həyatında zəhmət tələb edən bir dövrün başladığını və ya davam etdiyini göstərə bilər. Əgər qarışqalar sakit şəkildə hərəkət edirsə, bu həyatınızdakı işlərin nizamla irəlilədiyinə işarədir. Qarışqaların müəyyən istiqamətdə ardıcıl getməsi planlı və düşünülmüş addımların nəticə verəcəyini göstərir. İbn Sirin qarışqa ilə bağlı təfsirlərində bildirir ki, yuxuda qarışqa görmək çox vaxt ailə, ruzi və zəhmətlə əlaqələndirilir. Onun fikrincə, evdə qarışqa görmək həmin evdə ruzi və hərəkətlilik olmasına işarədir. Əgər qarışqalar evə daxil olursa, bu bərəkət və qazanc əlaməti sayılır. Əksinə qarışqalar evdən çıxırsa, bəzi təfsirlərdə bu diqqətli olmağı tələb edən bir xəbərdarlıq kimi qəbul edilir. Əgər yuxuda çoxlu qarışqa görürsünüzsə, bu həyatınızda çoxlu xırda məsuliyyətlərin toplandığını göstərə bilər. Bəzən insan gündəlik həyatda kiçik görünən, amma əslində enerji tələb edən məsələlərlə qarşılaşır. Qarışqaların çoxluğu həm də ailədə və ya iş mühitində hərəkətlilik, insanlarla sıx əlaqə və aktiv dövr deməkdir. Yuxuda qarışqaların yemək daşıdığını görmək xüsusi mənaya malikdir. Bu, zəhmətin boşa getməyəcəyinə, çalışdığınız işin nəticə verəcəyinə işarə edir. Qarışqaların daşıdığı qida bolluq və halal qazanc rəmzi hesab olunur. Əgər qarışqalar bədən üzərində gəzir və narahatlıq yaradırsa, bu bəzən insanın zehnində çoxlu xırda narahatlıqların olduğunu göstərə bilər. Kiçik problemlər üst-üstə yığılmış ola bilər və bu yuxu diqqəti həmin məsələlərə yönəltmək üçün mesaj verir. Yuxuda qarışqa dişləməsi isə maraqlı yozulur. Bəzi təfsirçilər bunu xəbərdarlıq kimi qəbul edir. Ətrafınızdakı xırda görünən məsələlərə diqqət etməlisiniz. Bəzən yaxın çevrədə kiçik anlaşılmazlıqlar və ya sizi narahat edən amma açıq görünməyən hallar ola bilər. Əgər qarışqalar divar boyunca düz xəttlə hərəkət edirsə, bu planlı gələcək və düşünülmüş qərarlar mənasını verir. Əgər qarışqalar dağınıq şəkildə hərəkət edir və istiqamətsiz görünürsə, bu qərarsızlıq və daxili qarışıqlıqla əlaqələndirilə bilər. Yuxuda qarışqa yuvası görmək də mühüm simvoldur. Qarışqa yuvası birlik, ailə bağları və uzunmüddətli zəhmətin nəticəsi kimi qəbul edilir. Bu cür yuxular çox vaxt ailə daxilində möhkəmlik, birlik və gələcək üçün qurulan planlarla əlaqələndirilir. Bəzi hallarda qarışqaların paltar üzərində görünməsi yeni məsuliyyətlərin yaxınlaşdığını göstərə bilər. Əgər qarışqalar sakitdirsə, bu məsuliyyətlər idarə oluna bilən olacaq. Əgər sürətlə hərəkət edirlərsə, hadisələr gözlənildiyindən daha sürətli inkişaf edə bilər. Nəticə olaraq, yuxuda qarışqa görmək əsasən zəhmət, nizam, ruzi və səbir rəmzidir. Ən vacib məqam qarışqaların harada, necə və hansı vəziyyətdə göründüyünü xatırlamaqdır. Çünki yuxunun əsas mesajı məhz detallarda gizlənir.